İşləyir. Ay sağ ol, otur. Otur, əyləş. Hə, yoldaşlar, nədən başlayırıq, nədən davam edirik? İşığımız yanır, hər zaman kimi. Allah hamınızın işığın yandırsın hər zaman. Biraz qoca babalar kimi, nənələr kimi dua elədim sizin üçün. Hə, bugün danışırıq yiyəlik haldan. Tamam. Deməli, yiyəlik hal possessive case kimi yazılacaq. Hə. Uşaqların, abituriyentlərin ümumiyyətlə ingilis dilinə hazırlaşanlar üçün digər mövzulara, digər şeylərə baxan yerdə biraz daha ağır gələn hissələrdən biridir, amma əslində çox rahat. Sadəcə olaraq diqqətinə qulaq asın uşaqlar. Deməli, yiyəlik hal, danışaq bugün apostrof S-dən, apostrofdan, ofu da bura yazıb, dairəyə alıb saxlayıram ki, hələ bunu axırda baxacaq bunun məsələsinə. Deməli, yoldaşlar, apostrof S-dən apostrof canlı isimin yiyəlik halını düzəldir. Yəni, canlı isim deyəndə bura qadın da daxil ola bilər, kişi cinsinə daid olan isim daxil ola bilər, nə bilim, əmi, dayı, bibi, xala, adam adı da ola bilər. Hətta bəzən biz heyvanlara da apostrof S-dən apostrof qoşa bilirik. Deməli, nə yadda qaldı? Apostrof S-dən apostrof normalda nə tər isimin yiyəlik halı düzəldir? Canlı. Təbii ki, fərqli tərəfləri var. Fərqli tərəfi nədir? Fərqli tərəf odur ki, bax, iki dənə isim yazırsan. Bir, oğlan sözünü yazıram. Bir də oğlanlar sözünü yazıram. Və belə bir şey deyirəm. Deyirəm ki, burada apostrof S qoşacam, burada apostrof qoşacam. Və deyirəm ki, o isimlərin yiyəlik halı yalnız, yəni təkcə apostrofla düzələr ki, o isimin cəmi S-lə düzəlsin. Bax, demirəm, cəm isimin yiyəlik halı apostrofla düzələr. Deyirəm ki, o isimin yiyəlik halı təkcə apostrofla düzələr ki, o isimin cəmi S-lə cəmlənsin. Biz cəm isimləri keçmişik də, bütün isimlər hamısı S-lə cəmlənmir. Kökündən dəyişəni var bunun, toplusu var bunun, təki və cəmi eyni olan isimlərimiz var. Aydın oldu? Yəni, o halda yalnız apostrof qoşular ki, o isimin cəmi nə ilə düzəlsin? S-lə düzəlsin. Aydın oldu? Deməli, birinci məsələmiz budur. Həmişə demirəm, adətən apostrof S-dən ya da apostrofdan sonra mütləq şəkildə isim olmalıdır. Amma yenə deyirəm, gəlməyən hallara da rast gələ bilərsin. Yəni, bu o demək deyil ki, nöqtədən sonra isim yoxdursa, biz burada apostrof S ya da apostrof verməyik. Ola da bilir, olmaya da bilir, amma əksərən istifadə edirik. Mənim mübarək silgim burada. Hə, başlayaq birinci nədən? Başlayaq birinci kökündən dəyişəndən. Tək, cəm. Canlıdır, cansızdır. Canlı. Aydın, kişi, kişilər. Bu təkdədir, bu da cəmdədir. Hər ikisinin yiyəlik halı apostrof S-lə düzəlir. Aydın oldu. Niyə? Çünki canlıdır. Bəzən olur ki, uşaqlar qarışdırıb belə bir şey edir. Men apostrof. Niyə? Çünki uşağın beynində nə qalıb, insanın beynində nə qalıb? Cəm isimlərin yiyəlik halı apostrofla düzəlir. Amma mən nə dedim? O isimin yiyəlik halı təkcə apostrofla düzələr ki, sən ona nə qoşasın? S qoşasın. İndi bir isimi neçə dəfə cəmləndirirlər? Bir dəfə. Da cəmləndi, bitdi. Yəni, bu isim özü cəmdirsə, deməli, sən buna S qoşa bilməzsən. Aydın oldu? Və yaxud da ümumiləşdirsək deyirik ki, kökündən dəyişən isimlərin yiyəlik halı apostrof S-lə düzəlir. Niyə? Çünki bunlara S qoşulur. Aydın? Məsələn, qadın sözündə yaza bilərəm. Woman, women. Bu təkdədir, apostrof S, bu cəmdədir, yenə apostrof S. Yaxşı, buna niyə təkcə apostrof qoşmuram? Çünki buna nə qoşa bilmərəm? S qoşa bilmərəm. Çünki biz isimlərin cəmini keçəndə dedik ki, bir isim ki, kökündən dəyişib cəmlənir, deməli, biz ona nə qoşa bilmərik? S qoşa bilmərik. Çünki ağzımızda nə deyirik? Kökündən cəmlənir. Aydın oldu? Sonra, uşaqlar, bu iki dənə isimimiz var idi, N-lə cəmlənən. Onlar hansılar idi? Özüm dedim, özüm də yazdım deyim. Hansılar idi? Ox, oxen, child, ay sağ ol. İndi sual verirəm. Bu isimlərə S-lə niyə S qoşula bilər? Nə ilə cəmlənir? N-lə cəmlənir. Deməli, oxsa da apostrof S qoşarsan, yiyəlik halda. Oxsenə də apostrof S qoşarsan. Child'a da apostrof S qoşarsan, children'a da apostrof S qoşarsan. Niyə? Çünki bu isimlərə S-lə niyə S qoşa bilmərik biz. N-lə cəmlənir. Aydın oldu? Deməli, kökündən dəyişən isimlər, bir də ox, oxsenlə, child, children'ın yiyəlik halına ilə düzəlir. Yalnız apostrof S-lə. Özümü çaşdırdım. Yalnız apostrof S. Aydın oldu? Sonra sheep, swine, deer. Nə tər isimlər idi? Ay sağ ol. S qoşuram, niyə S qoşuram?
Heç biri. Çünki nə dedim? Təki də eynidir, cəmi də eynidir. Amma canlıdır da, düzdürmü? Apostrof S. Yəni, qorxulu bir şey yoxdur yəlikal. Sadəcə qruplaşdırmaq lazımdır. Deməli, təki və cəmi eyni olan isimlər haqqında biz isimin cəmlənməsində nə öyrənmişdik? Bu isimlərin təki də eynidir görüntü olaraq, cəmi də eynidir görüntü olaraq. Yəni, bunlara nə qoşulmaz? S qoşulmaz. Aydın oldu? Əgər sən bunu S qoşmursansa, deməli, yəlikal nə düzələcək? Apostrof S. Aydın oldu bura kimi. Sonra. Uşaqlar, bu mother-in-law yazmışdıq, o dəfə də danışdıq. Bunun quruluşu nə idi? Mürəkkəb isim, afərin sizə. Cəmi necə düzəlir? Hara əlavə edirik? Əsas komponenti. Yadımızda saxlayırıq. Mother-in-law, father-in-law haqqında bunları bilməliyik. 1. Bu isimlərin quruluşu mürəkkəbdir. 2. Bu isimlərin cəmi birinci söz əlavə olunur, yəni əsas söz əlavə olunur. Və ən son yəlikalı yalnız və yalnız sona və yalnız apostrof S. Yəni bu mother-in-law da olsa, mothers-in-law da olsa bütün halda apostrof S qoşulub sonra. Çünki buradan sən S-i əlavə eləyə bilmirsən. Axı biz dedik ki, təhcə apostrof verəndə sən o halda verirsən ki, bunun özündə S olsun. S də bunun özündə olmadığına görə deməli mother-in-law, father-in-law tipli mürəkkəb isimlərin yəlikalı necə düzələcək? Sonuncu komponentə, yəni law hissəsinə yalnız nə əlavə edirik? Apostrof S. Bax, yalnız apostrof S. Aydın oldu? Bu da belə getdi. Uşaqlar, Mr. olanda neçə nəfər olur? Məsələn, Mr. Tom. Apostrof S. Aydın oldu? Və yaxud da Mr. Əliyev. Neçə nəfər? Apostrof S. Niyə? Çünki canlıdır da. Çünki təkdir də. S-i var bunun? Yox. Amma gəlin, bax, burada Mr.'in yerinə Z artiklını qoyuram. Aha. Bax, Mr. Məmmədov, yəni mən. Bir nəfər. Apostrof S. Əgər orada mənim o Məmmədovun qarşısındakı Mr. yerindən götürüb tulluyursan bir kənara, Z artiklını əlavə edirsən. O zaman olur Məmmədov yox, Məmmədovlar, Əliyevlər. Bax, ağzımda nə deyirəm? Larlər. Cəm deyirəm. Cəm deyirəmsə S var. Hə. İndi S olanda yəlikalı ilə düzəlir? Yalnız apostrof qoşulur. Yəni apostrof S yox, yalnız və yalnız nə olacaq? Apostrof. Sonra çox görmüsünüz. Beyka nədir? Sonra buça var. Bunlar nələrdirlər? Beykadir, buçadır, dentistdir, sənət peşə bildirən isimlər deyək. Gəlir cümlənin sonunda adətən özündən sonra isim olmaz. Demək olar ki, verilmir. Və yəlikalı yalnız apostrof S-lə düzəlir. Deməli, beykadır, buçadır, dentistdir, grossadır, greengrossadır. Bunlar cümlənin arasında gəlir, sonunda. Yəlikalı necə olur? Yalnız və yalnız apostrof S. Aydın oldu? Və özündən də sonra demək olar ki, isim gəlməz. İndi gəlin, bura qədər qruplaşdıraq. Kökündən dəyişən isimlərin, təki və cəmiyini olan isimlərin, bəzi toplu isimlərin, sonra mother-in-law, father-in-law'nun, sənət peşə bildirən isimlərin yəlikalı nətər düzəlir? Yalnız apostrof S və heç vaxt apostrof qoşmur. Çünki adı üstündədir, təki ilə cəmi eynidir. Çünki bunun da adı üstündədir, kökündən dəyişir. Niyə heç qoşursan ki bunu? Sonra mother-in-law, father-in-law'da bu bir qaydadır. Sonuncuda yalnız apostrof S olmalı. Bura qədər aydın oldu. Yəlik halla bağlı bu ibtidai izah elədiklərim kiməsə çatmazsa desin bir izah. Təşkil qaydasında? Əla. Sonra başqa nədən danışa bilərik? Bax, məsələn. Deyirəm ki, Nigar and Leyla. Apostrof S, məsələn, pen, gələni. Deyir ki, bir əşya və ya şəxs eyni anda iki və daha artıq şəxsə aid olanda sonuncu, bax, bir əşya və ya şəxs eyni anda iki və daha artıq şəxsə aid olanda sonuncu adamın adı kimdirsə, yəni sonuncu adam kimdirsə, yalnız ona apostrof S qoşulur. Deməli, burada nə başa düşürük? Nigarla Leylanın ikisinin ortaq qələmi. Çünki nə dedim? Bir əşya eyni anda hamıya aid. Amma Nigarın da özünün qələmi varsa, Leylanın da özünün qələmi varsa, o zaman Nigara da apostrof S qoşulur. O zaman minimum neçə qələm çıxdı ortaya? 2 dənə. O zaman isim cəmlənəcək.
Və yadımızda saxlayırıq yoldaşlar, adamların sayının çoxluğu ya da azlığı xəbərə təsir eləmir. Önəmli olan Nigarla Leylaya aid olan əşyanın təkyada cəm olmağıdır. Yəni iz olacaqmı, ar olacaqmı, sən adamın sayına görə verirsən. Aydın oldu. Amma məsələn, bəzi isimlərimiz var ki, buna bədən üzvlərini misal göstərə bilərəm. Məsələn, Aysel, Nigar and Leyla apostrophes Ays. Əgər sonuncuda apostrophes varsa nə başa düşürük? İkisinin bir dənədir. Hə? Bu səhvdir. İki adamın bir gözü ola bilər. İki adamın bir başı ola bilər. Olmaz ki. Ona görə əgər bədən üzvü varsa, nə qədər adam adı varsa, neçə adam adı varsa, hamısına apostrophes qoşulmalıdır. Aydın oldu. Bax, bir də deyirəm. Bax, neçə nəfərik? 2, 4, 6, 7 nəfərik. Düzdür? 7 nəfərin bir dənə markeri varsa, hamının adı sayılır. Məsələn, sonuncu Furkanın adıdırsa, apostrophes Furkanın adına qoşulacaq. Aydın? Amma yox, səndə biri var, səndə biri var. Hamımızda, hərəmizdə bir marker var. Furkanda da biri varsa, məndə də biri varsa, axırıncı ad kimin adıdırsa, ona apostrophes qoşulma söhbət yox. Nə qədər varsa, hamısına apostrophes qoşulsan. Və söhbət nədən gedir? Adamın sayından, yoxsa adamlara aid olandan? Aydın. Başa düşdük? Bir dənə diqqətli olun heyə sözündə. Çünki biz öyrəşdirmişik və deyirik də and, tutaq ki, Nigar, apostrophes heyə. Çünki, bəli, biz deyirik ki, hamısında apostrophes varsa, artıq isim necə ola bilir? Cəm ola bilir. Amma bunu cəmləndirməyə də bilirsən. Belə də ola bilər. Belə də ola bilər. Çünki heyə nədir? Həm də tük. İkimizin bir saçımız ola bilməz, nə də ikimizin bir tükümüz ola bilməz. Yəni bunu hara fırlatsa, hansı yönünə fırlatsa, yenə də mümkünsüz bir şey. Deməli, sənin də ayrı saçın olmalıdır, mənim də ayrı saçım olmalıdır. Mənim başımdakı saçın teli, yəni tükü səndən əlaqəli ola bilməz. Yəni demək istədiyim odur ki, bu heyə də yazıla bilər testlərdə, heyərsə yazıla bilər. Yəni ikisi də düzdür, problem yox. Əgər es qoşulmursa, bu nədir? Bu saçdır, ümumi bir şeydir. Əgər es qoşulsa, deməli tükdən danışmış olsun. Və yaxud da valideyn sözü də bura aiddir. Məsələn, deyirəm ki, Nigar and, məsələn, Leyla apostrophes parent də deyə bilərik. Parents də deyə bilərik. Çünki Leyla Nigar bacısı ola bilər. Ayrı-ayrı da ola bilər. Və yaxud da o yox. Ola bilər, deyirəm ki, Nigarla Leylanın valideyni də ola bilər, valideynləri də ola bilər. Valideyn sözü deyəndə bir dənə anayı nəzərdə tutulmur. Aydındır. Yəni biz öyrəşmişik ki, adam adlarının hamısında apostrophes olanda isim cəm olmalıdır. Və yaxud da adətən, ikincidə apostrophes olanda adətən, həmişə demirəm, isim tək olmalıdır. Yəni bu valideyn sözü üçün keçərli deyil də. Valideyndə yaza bilərsən, axırıncı adama apostrophes yazır. Valideynlər də yaza bilərsən. Çünki iki adamın bir valideyni də ola bilər. İki adamın iki valideyni də ola bilər. Başa düşdünüz nə demək istəyirəm? Bu da belə getdi. Sonra bir də gildə mənası var, uşaqlar. Burada da isim gəlmiş. Məsələn, deyirəm ki, I am at, tutaq ki, Seymur apostrophes. Nə deyirəm? Mən hardayam? Seymur gildəyəm. Əslində bu yiyəlik haldır. Amma özündən sonra isim gəlir. Başa düşdük? Yəni, bayaq nə dedim? Dedim apostrofesin ya da apostrofun olması o anlama gəlmir ki, özündən sonra mütləq isim olmalıdır. Olmayan formalarda var. Məsələn, belə. Məsələn, bayaqların baker, dentist falan verir. Bir də sizə bir ipucu verim. Məsələn, deyirəm ki, she is at the baker's apostrophes. Bu düzdür. Niyə? Çünki baker'də, butcher'də, dentist cümlənin sonunda gəlir və gəlir nətər olur? Apostrophes. Amma ola bilər ki, bəzən testlərdə Z artiklından sonra baker sözü böyük hərflə yazılsın. Onunla bilin ki, bu soyad familiyadır. Yəni, son illər sınaqlarda, quizlərdə mən buna rast gəlmişim. Bax, burada da Z var. Burada da Z var. Fərqi yoxdur. Əgər Z'dən sonra bu böyük hərflə yazılırsa, bayaqlarım yazmış mıyım? Mr. Məmmədov və yaxud da Z Məmmədov. Bu, o bildiyimiz şeydir. Soyad familiyadır. Başa düşdük? Bu məsələlərdə xüsusilə fikir verə bilərsiniz. Sonra, indi biz əvəzlik keçəndə daha yaxşı görəsiniz. Əvəzliklərdən bəziləri var ki, biz onlara da apostrofes qoşa bilərik. Məsələn,
Somebody someone-a qoşa bilərsən, everybody everyone-a qoşa bilərsən, nobody no one-a qoşa bilərsən. Yəni törəmə əvəzliklərə qoşa bilərsən. Synclə olanlara yox ha, body no one olanlara. Sonra qarşılıq əvəzliyi each, Aziya, one, Aziya da apostrof s qoşa bilərsən. Yəni isimə aid olan nə isə hansısa bir nitq hissəsinin üzərində olmasıdır. Başa düşdük bura qədər. Sonra uşaqlar, başqa nə deyə bilərik yəli çalı haqqında? Gəlin of-dan da danışaq. Of nədir uşaqlar? Of cansız isimlərin yəli çalıcadır. Məsələn, fikir verir, bir dənə şey yazdım. Deyirəm ki, the room apostrof s door. Room store, yəni otağın qapısı. Görün nə gözəl görünür. Adama rahat gəlir. Elə bilsən ki, elə cavab budur, amma cavab bu deyil. Yəni hə, nəyə görə deyirəm? Təkdədir, təkdədir. Tək olanda nə olurdu normalda? Apostrof s. Apostrof s-dən sonra normalda nə olurdu? İsim. Hər şey qaydasındadır mı? Amma səhvdir. Çünki room nə qadında, nə də kişidir. Yəni biz cansız ismi nə vaxtdan apostrof? Of-la olmalıdır. Yəni necə veririk? The door of the room. Və tərcümə eləyəndə də axırdan qabağa doğru qaçırıq. Otağın qapısı. Aydın oldu? Yəni hə, bu apostrof s-dir, bu təkdədir. Bundan sonra isim var, olmalıdır. Hər şey qaydasında deyə bir şey yox. Əgər o cansızdırsa, sənin yazdığının heç bir əhəmiyyəti qalmır. Başa düşdük bura kimi? Yəni cansız isimlərin yəlkalı of-la düzəlir. Yaxşı, sual yarana bilər. Müəllim, cansız olsun, amma yəlkalı apostrof s-lə ya da apostrofla düzəlsin. Bu mümkündürmü? Mümkündür. Zaman və məkan mənası ifadə edən bəzi sözlərdə yəlkalı apostrof s-lə də ola bilər, apostrofla da ola bilər. Sadə bir misal deyim. Məsələn, bax, day sözünü götürək. Day nədir? Day's rest. Məsələn, a day's rest. Cansızdır. Nə kişidir, nə də qadın. Amma yəlkalı nə ilə düzəldir? Canlılarda olduğu kimi. Niyə? Çünki bu bir istisnadır. Zaman və məkan mənası. Məsələn, deyirəm ki, Ağdam apostrof s nature. Ağdamın təbiəti. Deyə bilərsən ki, Ağdam nə qadındır, nə də kişidir. Ağdam bir məkandır. Sən cansız bir şeydə necə apostrof s verə bilərsən? Yadımızda saxlayırıq, bir də deyirəm. Zaman və məkan mənası ifadə edən sözlər cansız olmalarına baxmayaraq yəlkalı canlılarda olduğu kimi çalır. Məsələn, 2 gün olsa necə olacaqdı? Days apostrof. Aydın oldu? Başa düşdük? Yəni belə məsələn if-ünü keçəndə də görəsən, məsələn if-ü days də ola biləcək. İndi sadəcə sizin kəmiyyət bildirən sözlərdən məlumatınız yoxdur. Sonra nəsə, uşaqlar, today nədir? Yesterday nədir? Dünən. Bəs yaxşı, tomorrow nə idi? Sabah. Deyirəm ki, today'dir, yesterday'dir, tomorrow'dur. Bunların yəlkalı yalnız və yalnız apostrof s-lə düzələcək. Müəllim, burada day cəmləndirdim, bəs niyə bunları cəmləndirmirsən deyə içinizdə yəni ki, sual yaranır. Uşaqlar, today, yesterday, tomorrow isim deyil. Zaman zərfidir. Sən zərfi nə vaxtdan cəmləndirən olmuşsun? Elə zərfi cəmləndirdin, bəyəxlarım əvəziyyə də subordində cəmləndirəydin, ilk azəndə s apostrof qoşardın. Çünki cəmlənmək hansı nitq hissəsi üçün xas xüsusiyyətdir? İsim. Bu isim deyil axı, bu zaman zərfidir. Amma bu isimdir. Gün, ay, il, fəsil bildiyimiz isimdir. Aydın oldu? Amma bu isim olmadığına görə sən bunu cəmləndirə bilmərsən. Deməli, today, yesterday, tomorrow-da qatırıq o kökündən dəyişən, təki və cəmiyin olan isimlər vardır. Yalnız apostrof s-lə düzələnlər üçün. Bunlar da onun içinə qata bilərik. Niyə? Çünki today'dir, yesterday'dir, tomorrow'dur. Bunlardan sonra yalnız və yalnız apostrof s olacaq. Yalnız apostrof qoymaq qəti şəkildə olmaz. Aydın oldu? Başa düşdük bura kimi. Sonra, uşaqlar, hər apostrof s yəlikal deyil. Yeşinlaşırıq, bilirəm. Narahat olursunuz sizdə. Hiss edirəm bunu. Hətta bəzilərimiz deyəsən, o gərgin iş rejimindən çıxıb avtobusda yatan insanlar olur. Metroda zadda belə getdiyi yerdə belə baş gedib gəlir. Hiss edirəm ki, bəzilərimizdə o yaranır. Rahat olun, özümüzə gələk. Çünki o avtobusda elə yatanda nə edirsən? Astanovkanı qaçırırsan da, düzdür? Gedib burada düşməlisənsə, Xındırstanda düşməlisənsə, gedib nə bilim, Quzanlıda ya da Bərdən hansısa bir kəndindən düşürsən. Eynən burada da belədir. Yatdınsa, mənim dediyim vacib qeyd, elə bir ki, yoxa çıxdı. Ona görə diqqətlə mənə baxırsınız. Hər apostrof s yəlikal deyil. Bunu biz bilməyik. Yəni, ola bilər ki, testdə apostrof s olsun, amma cavab olmaz. İzində ola bilər, təsində ola bilər. Yəni, nəyinsə qısaldılmış ola bilər. Məsələn, bax, sadə bir hamımızın bildiyi Tom adını deyirəm. Bax,
Əgər apostrof S-dən sonra E artiklı, N artiklı ya da Z artiklı varsa o yiyəlik hal deyil. İz ola bilər. İzdir, hərdir, nədirsə. Məsələn, Tom is a teacher çatdım və yaxud da deyirəm ki, Tom has a dog. Gördün? Sadəcə bu qısaltması apostrof S kimi. Aydın oldu? Sonra, əgər apostrof S-dən sonra to, very, məsələn, quite, bunları gördünüz, bu yiyəlik hal deyil. Apostrof S-dən sonra got varsa konkret has got. Bəli, düz dedim. Apostrof S-dən sonra id qəbul eləmiş ya da qaydası fiillərin üçüncü cərgəsi varsa bu bilin ki, has-ın qısaldılmışıdır. Məsələn, deyirəm ki, Mike apostrof S, məsələn, played something, məsələn, bir şey oynadı. Burada apostrof S has-ın qısaldılmışıdır. Niyə? Çünki burada fiil. Apostrof S-dən sonra ing varsa, məsələn, Tom apostrof S playing chess now. Burada da nədir bu? Is playing. Present progressive'dir, present continuous, yəni indiki davam edici zamanın izidir. Aydın oldu. Amma bu o demək deyil, apostrof S-dən sonra ing və ing qəbul edilmiş söz varsa bu yiyəlik hal deyil. Ola bilər. Məsələn, bax, Tom apostrof S coming made us, yavaş-yavaş qalxıram, divara qalxıram uca. Made us happy. Yəni, burada apostrof S-dən sonra ing gələndə ilkin olaraq adamın ağlına nə gəlir? Bu yiyəlik hal deyil. Niyə? Çünki bu ehtimal ki, izdir. Düzdür? Bu izdirsə, bəs bu nəyə göstərir? Bir sadə cümlənin içində 2 dənə xəbərini indirsən sən. Aydın oldu. Bu əslində Ceronun işlənməsidir. Çünki Ceronun işlənməsinin haqqında belə bir qeydimiz var ki, Ceron apostrof S-dən sonra da gələ bilir. İndi Ceronun nə olduğunu biz indi bilmirik deyə, mən bunu Lora dilindən deyirəm ki, apostrof S-dən sonra ing varsa və cümlədə müstəqil bir xəbəri gözündən görürsənsə, is, was, has, idi, qaydalı fiil, qaydası fiil fərq eləmir. Varsa cümlənin xəbəri qismində, o zaman sən onu yiyəlik hal kimi götürə bilərsən. Amma məsələn, bax, burada yoxdur başqa bir fiil. Tamam, bu yiyəlik haldır. Və sanı cümlənin xəbəri. Birinci nədir? Hər şeydən öncə, xəbər. Birinci xəbərin mübtəda olsun, ondan sonra digər cümlə üzvlərinə baxa bilərsin. Başa düşdük? Artiklı dedim, idini dedim, gotu dedim, to, very, quite dedim və bunlara da xüsusilə diqqətlə baxmaq lazım uşaqlar. Bura qədər sual olan var. Kökündən dəyişənlərdən danışdıq, mazərinli, fazərinli tipli mürəkkəb isimlərdən danışdıq, təkib və cəmin olan isimlərdən danışdıq, topludan danışmış olduq, adam adlarının soyada dönüşməsindən danışdıq, bir şəxsin ya da bir əşyanın bir neçə şəxsin arasında aid olmasından danışdıq. Düşünürəm ki, ən vacib məsələləri dedik. İndi bura qədər kiminsə nəsə sualı varsa buyura bilər. Mən cavablandıra bilərəm. Hər şey qaydasında deməli nə edirik? Nə edirik? Nə edirik? Aysal, oxuyuruq. Yəni mən burada özümü qurban eləyə bilərəm, burada nə bilim, şəkil çəkə bilərəm, burada çox yazı yaza bilərəm. Amma bu elə buradaca qalır. Uzaqbaşı bəzi yoldaşlar kimlərsə qeyd götürübsə, o bir işə gəlir. Deməli, nə etmək lazımdır? Kitabı oxumaq lazımdır. Evə gedəndən sonra mütləq şəkildə kitabı oxuyursunuz. Aydın oldu? Kitabı oxuyandan sonra, burada dinlədiyiniz kitabı oxuyandan sonra hər şey üst-üstə gələndə artıq siz testi yaza bilərsiniz. Bir də bir şey deyim, ola bilər ki, şərtdə deyir ki, yiyəlik halda olan doğru formanı tap. Məsələn, A variantında 3 dənə apostrof S görə bilərsən bir cümlənin içində. Bu o demək deyil ki, birinci apostrof S-dən sonra artikl varsa həmin cümlə səhvdir. Bəlkə laf axırdadır yiyəlik hal. Yəni, sadəcə şərti ödəmir də, o demək deyil ki, apostrof S yiyəlik hal deyilsə, o ümumiyyətcə səhvdir. Doğrudur, sadəcə yiyəlik hal deyil. Yəni, demək istədiyim odur ki, bir variantın içərisində 4 dənə, 3 dənə apostrof S görməyin və birinin yiyəlik hal olmamağı həmin cümlənin səhv olması anlamına gəlmir. Bəlkə cümlənin sonunda B2 apostrof S var, elə yiyəlik haldır. Ondan da qabaq got var, ondan qabaq artikl var, bəli, sən onu yiyəlik hal kimi götürmürsən. Aydın oldu? Yəni, sona qədər baxın, sona qədər dirəşin, nöqtəni görənə kimi bir analiz edin, baxın, görün, orada vəziyyət nə yerdədir. Aydın oldu? Və salam. Belə, bu qədər. Videomuzu söndür. İşıq yazmasın.